bizim anamızın mübarək nümunəsi ki var, xanım Zəhra. Bu cür adamların, bunların hərəkətləri müqəddəsdir və təqdir olunandır. Xanım Fatimə Zəhra elə bir xanım olub ki, bütün xanımlar, onun ətrafında olanlar onun yolunda ölümə gedərdilər. O cür qadın haqqında bir, heç olmasa sənədli film çəkilsin. Övladda təməl duyğunu daha çox aktiv edən anadır. O təməl duyğu məhəbbət duyğusudur. Xanım Fatimə Zəhra o ən ali nümunədir. Onun həyatı, fəaliyyəti, qadınlığı. Bu dünyada hər şey həmişə öz yerindədir. Olacaqsa olacaq, olmayacaqsa olmamalı. Heç bir şeyi həyatımda cəza kimi görmürəm. Həmişə sınaq kimi görürəm. Bir şey olur, deyirəm Allah çiynimə daşıya bilməyəcəyim yükü qoymur. Müqəddəs ana deyəndə düşünürəm ki, xanım Fatimədən də danışmaq olar. Bir nümunədir, ona bənzəmək istəyirəm, onun kimi olmaq yox. Mənim variantım yoxdur. Yəni bir stəkan su ona görə qəşəng dadır ki, onu sevmir. Bu dünən oynayırdı restoranda filan obrazı, bugün gəlib müqəddəslərin rolunu oynayır. Mən 20 yaşda əsəbləşdiyim insanın simasını xatırlamıram ya da 25 yaşımda giydiyim paltarın rəngini xatırlamıram. Bəs onda əbədi olan nədir? Şeir var, söylə Hüseynə, ey sabah, kar-ı bəlaya gəlməsən, gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Orada bir yeri var, orada özünü xanım Zəhranın kənizi adlanır, o boyda xan qızını adlanır. Ən gözəl nümunə bizim üçün kim ola bilər? Xanım Zəhra ola bilər. Xanım Zəhranı özünə nümunə götürən qadın o ziddiyyətlərin altında əzilməz. Mən atamdan Məhəmməd Peyğəmbər haqqında eşitmişəm, Əli haqqında eşitmişəm. Amma mən Həsən Hüseynlə bağlı mənim heç bir anlayışım olmuyor. Mən bu gecə səhərə kimi ağlamışam. İnsanlıq əslində daxilimizdəki mərhəmətin zahiri ifadəsidir. Bəzən insanlıq kiçik təbəssümlə başlayır.